Ama biraz böyle hoş olmadı. Çok təəssüflər ki, iki komandamız etabı keçən tərəf olmadı. Çox üzüldüyüm oyunlardan biri Zirənin oyunu idi. Oyunu canlı baxdıq. Bu qədər şansları qaçırmaq, eləmək. Nə deyə bilərəm, keçmiş olsun. Allah onlara səbr versin. Həm baş məşqçiyə, həm oyunculara. Bir də axırıncı dəqiqədə hakim də biraz qərəzli. Əllə oyunu təmiz penaltini gördü. Bilməm, gördü, görmədi. Yəni ki, penalti qərarı verə bilərdi, vermədi. Düzə o oyunun axırlarında, oyunun əvvəlindən Zirənin 6-7 belə 100% şansını əldən verməyə təəssüfləndiricidir. Belə oyunlarda əlbəttə ki, istərdim var sistemi olsun. İkinci təsnifatdan başlayır bildiyimizə görə var sistemi. Amma olmağı daha yaxşı olardı. Həm də indi Neftçiyə deyərdik ki, və bu danışanda Neftçidən danışdıq. Neftçinin istədiyimiz erkən qoludur. Erkən qolu gəldi, düzdür. Ondan sonra hesaba yenə artıra bilərdilər. Hesabı, yəni momentləri istifadə eləmədilər. Düşən fürsətləri əldən verirlər. Təəssüflüdür. Yəni ki, belə Neftçiyə baxın, yaxşı legionerlər gətirib. Yəni ki, ən azından bu etabı keçməliyirlər, mərhələni.